gələcəyə çatmaq bizə çətin gəlirsə, bu çətinlik bizi qorxudursa nə etməliyik? Tamam. Həyanda gələcək mənə çatmaq çətin gəlirsə və bu məni qorxudursa, nə etməliyik? İnsanın 20'li yaşları var, 30'lu yaşları var və 40 yaşları var. Və sadəcə onu bilin ki, bu 10'luk yaşlar aralığında siz həmin şəxs olmayacaqsınız. Hər birində tamamilə ayrı bir şəxsiyyət olacaqsınız. Əgər şəxsi inkişaf yolundan keçən bir insansınızsa yəni. Tamam mı? Və hər ildə cəsarət dəliliyin bir level var. Mən bir 20'li yaşlı bir gənc auditoriya bunun yerine başqa cavab verirəm, 30'lu yaşlara başqa, 40'lı yaşlara başqa verirəm. Avantajım da odur ki, ben bu içimizə ömrümün yarısını yaşamış yaşdayım yəni. 20'li yaşlar her zaman deyirəm ki, çılgın yaşlarınız olmalıdır, itirməkdən qorxmamalısınız, zaten itirəcək bir şeyiniz yoxdur. Neyiniz var? Yani bir institutda diplom statusunuzdan başqa həyatda nə status kazanmışsınız? Ona göre daim şirketləri yoxlamaq, karyeranı yoxlamaq, o alınır, bu alınır, buradan keçdim, oradan keçdim, bütün bunları keçməlisiniz. Bu ki, bu dediğim bizim mentalitede tamamıyla ziddir yani. Yalnız 30'lu yaşlara çatanda dünyaya özünü təqdim eləməlisən ki, mənim gəldiyim nöqtə budur, status budur. Ora qədər kim sizin yıxıldığınızı görür, bu şirkətdə feil elədin, bu yolda feil elədin, bunları görməyi normaldır və siz bundan qorxmamalısınız. Ama biz qorxuruq, çünki bizə bir standart bir yol çizilir, bakalavr, magister, diploma aldın, əskərlik, həll elədin, evlilik, ipoteka, kredit, cehiz, uşaq və sən 25 yaşına çatanda evli, uslu, işi gücü olan evli, uslu ev adamı olursan. Yani bitti, bize çizilen kariyer yolu budur. Ve sen orada hayatta macera axtar, nədir, bir şey özünü tapmaq nədir? Belə şeylər bizim cəmiyyətdə o şeylər limitlidir və sən bunu edəndə sənə çox belə əcaib kimi baxırsan və kütlə tərəfindən bir növ linç yeyirsən ki, bizə oxşar. Sənin ağlı yığbaşı var. Düzdürmü? Ona görə də itirməkdən qorxmamalısınız. Qorxmamaq üçün də hələ ki həyatınızın müəyyən dövründə özündən asılı insanların sayını artırmamalısınız. Tamam mı? Hələ ki maceranı yaşa, cəsarətli addımları və dad bu dünyanı, bu dünya necədir? Ondan sonra ehtiyat, növbəti etap ehtiyatlı addımlar, himayəndə bir həyat yoldaşı, himayəndə bir övladların, himayəndə bir böyüklərin qeydinə, ona qədərsə çalış. Tək ol, gənc ol, vuruşqan ol və həyatda hər şeyi dadına bax şey deyirəm. Bunu deyərkən də xahiş edirəm 18+ mövzuları nəzərə düşməyin. Sözün ən yaxşı mənasında deyirəm. Gedib narkomaniyaya qurşanmayın yəni. Tamam mı? Hər şeyin yaxşı üzünün dadına baxın yəni. Ən azından nəyin pis, nəyin yaxşı olduğunu deyil. Bunun aqibəti nədir? Sizin övladınız çox inkişaf eləmiş, rəngarəng bir dünyaya göz açacaq. AI-ın olduğu bir dünyaya göz açacaq. Və o sizdən həyat təcrübəsi istəyəcək. Və sən onunla nə danışacaqsan, heç nə, institutda diplom olmuşam, evlənmişəm, işləyirəm. Bundan başqa övladla verəcək nəyin olacaq? Heç bir şey. Və təəssüf ki, cəsarətsiz insanlar, cəsarətsiz övladlar meydana gətirir. Və bunun sayəsində ki, mən tənqid eləmirəm, sadəcə reallıqlar deyirəm. Biz intervyuya girməkdən çəkinirik, biz intervyuda kəsilməkdən çəkinirik, bir cəsarətli addımlar. Bunun hamısı kökü ondan gəlir. Və bunu nəsildən nəsilə biz son vermək üçün sadəcə itirməkdən qorxunmalısınız. Və sizə tövsiyəm, həyatda dibini vurmuş adam kimi deyirəm. Göydən göyü görmüş, qalxmış, oradan dibinə düşmüş adam kimi deyirəm. Yəni, məni minlərlə adamın sevdiyi bir dövrü görmüşsünüz və minlərlə adamın linç elədiyi dövrü də görmüşsünüz, dibi də vurduğunu görmüşsünüz. Dibi vurmaq qədər möhtəşəm bir şey yoxdur. Və həyatınıza nə qədər gənc yaşda o dibi vursanız, o qədər olğun olacaqsınız həyat adına, o qədər həyatı öyrənmiş, kimin kim olduğu, insanları tanıyacaqsan, həyatı anlayacaqsan və o dibdən ki qalxdın vara, ondan sonrasının qorxusu yoxdur. Yəni, qalanı o dibdən qalxandan sonra və qalxacağınıza inanma, heç kim ölmür. Hər kəs bir yerlərdə bir sağ çıxır, yəni. Zərbəni alırsan, amma dirilir, qalxırsan əvvəl dizi üstə və yola gedirsən, yəni. Və tam öz adıma deyirəm, dibi vurmasaydı, bu pərviz olmayacaqdı. O qorxularımı, o ehtiyatlı yaşasaydım, o vaxt nə idimsə o olaraq qalacaqdım. Dibi vurandan sonra deyirsən ki, bundan o tərəfə nə ola bilər ki? Elə ki onu dedi ki, bundan o tərəfə nə ola bilər ki, super. Heç ki sənin artıq qarşı ola bilməz yəni.